Resulullah sallallahu aleyhi ve sellem bir gün məsciddə oturarkən, Peyğəmbər sallallahu aleyhi ve sellem halaqa qurur və 3 nəfər məscidə daxil olur və bu 3 nəfərdən biri halaqada boş yer tapır və oraya daxil olur və ikincisi isə halaqanın arxa tərəfində oturur və üçüncü şəxs isə o zikr məclisindən üç çevirib gedir. Peyğəmbər sallallahu aleyhi ve sellem öz əshabına buyurur ki, bu 3 nəfərin şəni haqqında sizlərə xəbər verinmi? 3 nəfərin məsələsi haqqında sizlərə bildirinmi? Buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem deməli birinci insan Allah subhanahu wa ta'ala sığındı, Allah da ona sığınacaq verdi. Hansı ki məclisdə boş yer tapıb oraya daxil oldu. Və bu onu göstərir ki, qardaşlar, əgər bir insan bugün məclisə gəlibsə, əgər biz yerdə bardaş qurub oturmuşuqsa, dərsə sonuncu gələn insan və yaxud da məclisdə 15 nəfər insan var, 16-cı şəxs içəri girirsə, yaxşı deyir ki, ədəbdən deyil ki, insan digərlərinin üzərindən addımlayıb keçsin, qabaqda otursun ki, müəllim onu görsün, şeyx onu görsün və yaxud da dərs keçən onu görsün. Bu ədəbdən deyil. Ona görə insan çalışmalıdır ki, məclisə girdiyi zaman harada bir boşluq tapırsa, o boşluq insanlara mane olmursa, həmən yerdə otursun. İnsanlara başın üzərindən addımlamaq, insanları aralayıb keçmək və s. və axır. Bu, təbii ki, ədəblərdən deyil. Harada boş yer tapırsa, insan orada oturmalıdır. Və ikinci şəxs isə qardaşlar dedi ki, ikinci şəxs isə halaqanın arxa tərəfində oturdu. Peyğəmbər sallallahu əleyhi və səlləm bu şəxs haqqında buyurur ki, o Allahdan utandı, Allah da ondan həya elədi. Və üçüncüyə gəldikdə isə üçüncü məclisdən üz döndərib getdi. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah da ondan üz çevirdi. Həqiqətən də bu hədis şiddətli hədisdir, əzəmətli hədisdir ki, insana dərs olaraq bu hədis yetər. İnsanı yerindən titrədən hədisdir ki, insan çalışmalıdır ki, elm məclisi, zikr məclisini eşidəndə oraya tələssin, oraya qaçsın. Çünki həqiqətən də bu məclislər cənnət bağçalarından olan bir bağçadır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur, sahabə buyurur ki, ey Allahın Rəsulü, cənnət bağçaları nədir, hansılardır? O buyurur ki, cənnət bağçaları, yer üzərində olan cənnət bağçaları zikr məclislərdir, yəni elm halaqalardır. Ona görə hər bir müsəlman kişi çalışmalıdır ki, yəni o yerdə, bir yerdə, yəni əgər eşitdi ki, yəni hər hansısa bir yerdə dərs keçilir, o yerdə nəsə tədris olunur, çalışmalı ki, ora tələssin və oradan faydalanmaq üçün, yəni faydalanmağa səy göstərsin. Çünki həmən bu şey insanın dünya və axirətinə fayda verən şeydir. İnsanın dünya və axirətinə fayda verən məsələlərdən biridir, qardaşlar. Həqiqətən də elm öyrənmək bizləri zülmətdən nura çıxardır. Və bizə yetər ki, qardaşlar, bilməyimiz yetər ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsidir. Elm məclisləri, elm halaqaları Allah Resulü sallallahu aleyhi ve sellemin qoyduğu bir sünnətdir. Necə ki, Allah Resulü sallallahu aleyhi ve sellem öz əshabələrinin arasında bir müəllim idi və sahabələr onun başına toplaşardı və Peyğəmbər sallallahu aleyhi ve sellem onlara dindən bilmədiyi məsələləri onlara öyrədərdi. Və həmçində bu gün elm əhli, elmlə məşğul olanlar görürsən ki, qardaşlara bilmədiyi məsələləri öyrədirlər, bilmədiyi məsələləri onlara başa salırlar. Ona görə də biz bilmədiyimiz məsələləri onlardan soruşmalıyıq, onlardan maraqlanmalıyıq. Necə ki, Uca Allah bu barədə buyurur ki, bilmədiklərinizi bilənlərdən soruşun, yəni zikr əhlindən soruşun. Onlar da həmən bu şəxslərdir, elmə yiyələnmişlər, elmdə möhkəm olanlar və həmçinin də elmə hasil olanlardır. Ona görə, yəni həmçinin də elm halaqalarının fəziləti barəsində başqa bir hədisdə, məşhur bir hədisdə, deməli biz bilirik ki, Allah subhanahu wa ta'alanın yəni səyahətçi mələkləri var, gəzib dolaşan mələkləri var. O mələklər də
elə bir məclis axtarırlar ki, o məclisdə Allah zikr olunsun və onlar belə bir məclisi tapdıqda bir-birinə nida edərlər və bir-birlərini çağırarlar ki, axtardığımızı tapdıq. Yəni buraya gəlin. Hamısı bir-birini çağırır və Allah Subhanahu va Taala özü bildiyi halda, öz əzəli elmi ilə mələklərindən soruşur ki, o məclisdə oturan qullarım neyniyirlər? Mələklər buyurur ki, ey Rəbbimiz, onlar səni tərif edirlər, onlar səni ucaldırlar, onlar sənə səna eləyirlər. Allah Subhanahu wa Taala buyurur ki, onlar məgər məni görüblərmi? Mələklər buyurur ki, xeyr, vallahi onlar səni görməyiblər. Əgər onlar səni görsəydilər, o məclisdə oturanlar səni görsəydilər, onda onların o təzimi, o əzəmətləşdirməsi, ucaltması daha da böyük olardı, daha da ucu olardı. Və Allah Subhanahu wa Taala buyurur ki, yaxşı, bəs onlar məndən nə istəyirlər? Mələklər buyurur ki, ey Rəbbimiz, onlar səndən cənnəti istəyirlər. Allah Subhanahu wa Taala buyurur ki, onlar məgər cənnəti görüblərmi? Buyurur ki, mələklər, xeyr, vallahi onlar cənnəti görməyiblər. Əgər onlar cənnəti görsəydilər, onların cənnəti olan şövqü, istəyi ondan da daha çox olardı. İstəklərindən bir o qədər də çox olardı. Və Allah Subhanahu wa Taala yenə onlara buyurur ki, onlar mənə nədən sığınırlar? Mələklər buyurur ki, ey Rəbbimiz, onlar sənə cəhənnəmdən sığınırlar. Allah Subhanahu wa Taala buyurur ki, məgər onlar cəhənnəmi görüblərmi? Mələklər buyurur ki, xeyr, vallahi onlar cəhənnəmi görməyiblər. Əgər onlar cəhənnəmi görsəydilər, daha çox ondan qorxardılar və daha çox sənə sığınardılar. Allah Subhanahu wa Taala həmən bu hədisin sonunda buyurur ki, şahid olun ki, mən onları bağışladım. Şahid olun ki, mən onları bağışladım. Mələklər bu yerdə buyurur ki, ey Rəbbimiz, orada bir nəfər öz ehtiyacı üçün oraya gəlmişdi və Allah Subhanahu wa Taala onlara buyurur ki, o məclisdə oturanlar elə bir insanlardır ki, onlarla oturan heç vaxt bədbəxt olmaz. Həqiqətən də bu elm halaqalarında oturanlara Allah tərəfindən olan bir tərifdir, bir sənadır. Həqiqətən də vallahi bu insana yetər ki, Allah səni tərifləyir. Öz mələklərinin yanında səni öyür, səni tərifləyir, bildirir ki, həqiqətən onlar elə bir qövmdür ki, onlar heç vaxt bədbəxt olmaz. Onlar pis bir qövm deyirlər və onlarla oturan heç vaxt bədbəxt olmaz. Şahid olun ki, mən onları bağışladım. Ona görə hər bir kişi hər bir müsəlman çalışmalıdır ki, bu məclislərdən faydalansın, həris olsun və tələssin. Çünki bu məclislər insanı cənnətə aparan yollardan biridir və həmçinin insanın imanı qaldıran məclislərdən biridir və biz bilirik ki, insanın imanı artır və azalır. İmanı artıran şeylərdən biri də insanın elm halaqalarında, zikr məclislərində iştirak etməsidir və oradan faydalanmasıdır. Ona görə hər bir qardaş çalışmalıdır ki, yaxın qardaşını bir məclis olduğu zaman onu da oraya çağırsın, o da həmən məclisdən qafil olmasın. Həqiqətən də bu məclislərə gəlmək insanı qəflətdən uzaq eləyir. İnsanda axirətə sevgi yaradır və həmçinin də dedik ki, insanın imanını artırır və həqiqətən də insanın ömründən, həftədə bir dəfə hər hansısa bir dərsə vaxt ayırması onun üçün vallahi hər bir şeydən daha xeyirlidir, daha üstündür.